Allah bütün şəhidlərimizə rəhmət etsin. Çünki bugün biz sırf onların sayəsində bax bu işğaldan azad olmuş torpaqlarımıza ayaq basmışıq, yenidən qayıtmışıq öz torpaqlarımıza. Evlərimizə köçmüşük, təmir işləri aparıq və mebellərimizi qurmuşuq. Və bizim üçün bu andan daha gözəl, daha xoşbəxtlik hissi verəcək başqa bir an yoxdur. Həqiqətən bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların ruhları inşallah şad olsun, ailələrinə də baş sağlığı diləyirik. Türk mebelləri Kəlbəcərdə. İnanın səmiyyətimə, bax bir Kəlbəcərə girəndə, bir də bu qonaq otağına girəndə sanki nağıllar aləmindəymiş kimi hissiyat gəlir içimə. Həqiqətən çox gözəldir. Sözü çox uzatmayaq, bax bu gözəl masa dəstimizdən bəhs eləyəcəm sizə. Tamamilə türk istehsalıdır. Garantiyası var. Düzdür, müştərimiz altı oturacaqla seçsə də, siz istəsəz oturacağın sayını artırmaq olar. 8, 10, 12 neçə ədəd stulla istəsəz sifariş etmək olar. Sonra keçirəm bax bu gözəl komoda. Komodumuzun üst hissəsində yer alan bax bu iki güzgünün gözəlliyi bir ayrıca gözəllik qatır komoda. Eyni zamanda baxın komodun həm üst hissəsi, həm də qapaqlarımızın ən üst hissəsi temper şüşə ilə dizayn olunub. Qapıların üstünün dizaynı alt hissəsi MDF konstruksiyada, hətta CNC kəsimləri də var. Bir də istəyirəm bax bunun içərisinin genişliyindən, funksionallığından danışım sizə. İki hissəlidir. Bütün əşyalarınızı könül rahatlığı ilə yerləşdirə bilərsiniz. Daha heç bir dərdiniz qalmayacaq ki, bu qabıda sıxışdıra bilərəmmi, yoxsa yox. Çünki hamısı çox rahat bir formada yerləşəcək. Keçdik TV stendimizə. TV stenddən danışmadan öncə kiçik bir detal deyəcəm sizə. Hansı ki, elə TV stendimizə daxil olan bax bu 3 hissədən ibarət aksesuarlı. Bu aksesuarlarınızı, əşyalarınızı, kitablarınızı bir sözlə də necə istəsəz, hətta rəf kimi belə istifadə etmək olar. Gəldik TV stendimizin özünə. TV stendində üzərində, qapaqların üst hissəsində, masanın mərkəzində və komodun üstündə olduğu kimi temper bir şüşədən istifadə olunub. Alt hissəsi yeni MDF konstruksiyadır. TV stendin içərisi isə dəyərli izləyicilər çox genişdir, çox dərindir. Bu da deməkdir ki, əşyalarınızı rahat bir formada yerləşdirə bilərsiniz.